Salam. Əziz hüquqşünaslar, hər vaxtınız xeyir. Bir gün mən məhz vəkillərdən, hüquqşünaslardan söhbət açmaq istəyirəm. Növbəti dəfə bugünkü mövzu daha maraqlıdır vəkillər üçün. Ona görə ki, bu çox aktual mövzudur vəkillər üçün. Çox aktualdır. Bu mövzu vəkil-müştəri münasibətidir. Vəkillərin çoxu uzun illərdir vəkillər insanlar üçün işlədiyini, lakin əməyinin ödənilməməsi, lazımı qədər ödənilməməsi ilə əlaqədar gileylənirlər. Vəkillər kolleqiyasında sxemi, qanunları, qaydaları buna imkan vermir ki, vəkil öz bütün işini qoysun, öz bütün əməyini qoysun və sonda öz qanararını alsın. Yəni, vətəndaş ona o ödədiyi 300, 400, 500 manat puldan əlavə ona muzd versin, qanarar versin. Yəni, əməyinə mükafat versin. İmkan vermirlər. Amma biz buna görə də vəkillər şikayətlənirlər ki, bu vətəndaşlar ümumiyyətlə son zamanlar bizim desin atırlar. Ali məhkəmə kimi gedirlər, vuruşurlar, mübarizə aparırlar, amma pulları verilmir. Bəli, bu problemdir. Bildiyiniz kimi bu problemlə bağlı bizim bu Vəkilin Səsi qəzeti əvvəllər qəzet formasında, yazılı formada çıxırdı. Biz bu haqda öz deməli fikrimizi bildirirdik. İndi bizim deməli YouTube-da, blog və TikTok-da bizim səhifələrimiz var. Və bu Vəkilin Səsi qəzetinin təyinatı əsasən vəkillərin və hüquqşünasların problemlərini işıqlandırmaqdır. İndi biz istəyirik işıqlandıraq bu vəkil-müştəri problemlərinə əlaqədar. Vəkillər belə halda nə etməlidirlər? Əgər vəkillər həm vəkillər kolleqiyasından qorxurlar, həm də vətəndaşların şikayətlərindən qorxurlar, pullarını ala bilmirlər. Nə etmək lazımdır? Bu praktikanı biz keçmişik. Mən şəxsən keçmişəm. Birinci praktikanı biz, bu problem çoxdan var, həmişə var. Birinci belə bir praktikanı mən 2012-ci ildə belə bir şəxs, qadın, onu dediyim qadınlar işləmək çox çətindir. Qadın işindən qovulmuşdu, müraciət elədi. Biz onu işində bərpa elədik və 7000 manata qədər ona məcburi iş daimaya görə pul kəsdik və qadın o pulu aldı və o pul ona çox az göründü və tələb elədi ki, biz bundan şikayət edək ali məhkəmə kimi. Təbii ki, bu işin dalınca getdikcə xanım bizə deməli pul ödəməli idi. Order pulu, etibarnamə pulu, yol pulu və s. və s. Biz bilirdik bu xanım bundan çox pul almayacaq, amma xanım bizə təkid etdiyi üçün bir şərt qoyduq ki, əgər udutsaq günahkar olardı, bizim pulumuzu verməlidir. Elə oldu ki, biz deyən kimi oldu, xanım axıra kimi gedə bilmədi, yarı yolda digər pulların, istədiyi pulları ala bilmədi. Qanunsuz idi onu istədiyi və hətta bizdən narazılıq da elədi, bizi polislə hədələdi. Verdi də polisə, amma polis əlbəttə ki, gördü ki, burada müqavilə var, biz iş eləmişik. Polis bizə məsləhət verdi ki, belə adamları gəlir siz məhkəməyə verəsiniz. Bəli, verdik məhkəməyə, mən verdim məhkəməyə xanımı ki, ötəkiliyə görə, ötəkiliyə əməl eləməyib, mənə pulumuzu verməyib. Xətai rayon məhkəməsi Raziyə Şükürova 2012-ci ildə belə bir qərar çıxartdı. Simvolik qərarıdır. 500.000 alınaraq həmən bu səfihxanlıdan mənə ödənsin. Hələ belə bir vəkillərdə belə bir praktika olmamışdı. 500 manat 2012-ci ilin qətnamasıdır. Maraqlı qətlama idi. Və o məndə ilk olaraq president yaratdıq. Sonradan mən bu presidenti dəfələrlə təkrar etdim. Dəfələrlə 2013-cü ildə, 15-16-cı illərdə 3 dəfə belə bu president təkrar olundu. İkinci dəfə Bayıl zonasında qarajlar sökülmüşdü. Orada 2 vətəndaş bizə müraciət elədi ki, qarajları sökülüb. Biz onlardan tapşırıq müqaviləsi bağladıq. Şərt qoyduq ki, qarajı bərpa edirik. Qarajın qiymətinin 10% bizimdir. Yəni ki, bütün məhkəmələri keçirik. Muzd, yəni mülki məcəllərin 777-783-cü maddəsində var. İş qələbə ilə çatanda muzd alınır. Amma iş xidmət göstəriləndə kassaya pul köçürülür. Necə ki, vəkillər kolleqiyası
320 manat kassaya pul köçürür, ona heç bir garanti vermir. Amma vəkillər kolleqiyasında mükafat olan, muz da ola, yəqin insanlar, vəkillər yaxşı işləyərlər, yəni can paşanlıqla. Biz də bu qayda ilə işlədik və uzun aylardan sonra həmin şəxslərə məxsus qarajların bərpa olması haqqında qərar çıxartdıq Yasamal rayon məhkəməsində. Daha doğrusu Sabah rayon məhkəməsində. Amma qərar çıxardan günü, icraya gedən günü vətəndaş pulu vermədi. Vətəndaş telefonlarını da söndürdü və tapılmadı. Faktiki olaraq aldığı pulu bizə, yəni bizim qanarlarımıza verməli değildi. Verməliydi, vermədi. Yəni yayındı. İnsan pul görəndə əlbəttə. Biz vətəndaşı, yəni Həmidzadə Azəri verdik Yasamal məhkəməsinə. Ötəçiliyi pozduğuna görə, pulu ödəmədiyinə görə. 2016-cı ilin qətnaməsi qəbul olundu. Məmmədov Ayaz müəllim qərar qəbul etdi və indi Ayaz müəllim salamlayıram onu. Dəvətçidə Şabranda məhkəmə sədridir deyəsən. 5000 manat hüquqi yardıma görə ödənməmiş məbləği Həmidzadə Azərdən tutub mənə verdi. Onun icrası da maraqlı idi. İş getdi onun torpaqlarının həbs qoyulmasına qədər ödədi. Sonradan nisbətən iri iş Tarıverdiyev ailəsi ilə bizim aramızda olan qarşılıqlı münasibət, yəni hüquqi münasibətlə bağlı oldu. Tarıverdiyev bu üçüncü artıq hadisəni deyirəm, yəni vətəndaşın vəkilə atması prosesinin mənim praktikamda. Tarıverdievlər uzun müddət idi ki, deməli Skaska deyilən yerdə, Cıdır deyilən yerdə öz torpaqlarını Günə Bankın sədrindən ala bilmirdilər. Vəkillər olmuşdu orada, tanınmış vəkillərdir. Ala bilmirdilər. Qaytarmırdılar torpaqları onları. Həm torpaqlar, həm at dövlələrini bizə müraciət elədilər. Biz dedik ki, alarıq. Amma məbləğin, əgər pul alsanız torpaq əvəzinə, məbləğin 5%-ni muz kimi verməlisiniz bizə, biz də ondan vergi verək. Yəni, Mülki Məcəllənin 783-cü maddəsinə razılaşdıq. Məhkəmə xərclərini ilkin onlar çəkdilər. İşi 1 il 3 aydan sonra udduq. Yəni tərəflər barışığa gəldilər. 2 milyon dollara razılaşdılar. Biz də sevinirdik ki, 2 milyon dollardan 100 mini bizə verəcəklər. İki vəkil idik. Sən demə, iş qələbə çatana yaxın bu bizim müştərilər gedib etibarnamamızı ləğv ediblər. Deyiblər ki, onsuz da barışırıq. Vəkilə nə pulu veririk ki? Etibarnaməni, bütün müqaviləni gizlədib ləğv ediblər. Ofisimizdən oğurub aparıblar. Etibara geliblər qızın, işçinin və 2 milyon alandan sonra bizə üzr istəyən dirsək göstərdilər. Neyniyə? Praktika yox. Necə alacaq pul onlardan? Mən tənbəllik eləmədim, qanuni gücünə güc vurdum və bu ailəni verdim Yasamal rayon məhkəməsinə. Elşad Şamayev hakim idi, məhkəmənin sədri Ələddin Cəfərov idi. 2017-ci, 2016-cı il o anlar idi. Dəqiq məndə qətnamə var. Yasamal rayon məhkəməsi adəti üzrə deyirəm ki, çox hakimlər bunu başa düşmürlər, bunun həlli yolunu. İddiamızı rədd elədi. Biz 100 min istəyirdik, çünki 22 milyon dolların 5%-i 100 milyon dollar eləyirdi. Biz 100 min manat istəyirdik. Məhkəmə təmin eləmədi. Biz ondan şikayət elədik qətnamadan. Apellyasiya məhkəməsinə təmin elədi. Deməli, Səfiyevə Cəmilə xanım 10 mini təmin elədi. Yəni, istədiyimiz 100 minin 10 minini təmin elədi. Biz onunla da təmin olunmadıq. Şikayət elədik Ali məhkəməyə. Ali məhkəmədə hakim sədrlik edən Aslan Kəlbəliyev rəhmətlik apellyasiya məhkəməsinin qərarını, qətnamasını ləğv elədi, qaytardı yenidən apellyasiya məhkəməsinə. Vəkillər diqqətlə qulaq asın. Apellyasiya məhkəməsinin hakimi İsmail Vəliyev iddiamızın 45 min manat bizim xeyrimizə qətnama çıxartdı. Kifayət elədi. Deməli, vətəndaş bizim hüquqi yardıma görə bizim pul vermədiyi üçün məhkəmə, apellyasiya məhkəməsi belə bir qərar çıxartdı. Onu icra da elədik. Pul verilmirdi. Biz avtomobillərini zəbt elədik. Daha doğrusu həracə çıxartdıq. Pullarımızı aldıq. Yəni,
Üçüncü dəfə, bir də dördüncü dəfə məndə belə bir praktikada olub. Vəkillər üçün danışıram mən onu ki, yəni vəkil əgər müqavilə bağlayıbsa, klient onun pulunu vermirsə, bu yollarla mən qətnamələri gələn çıxışlarında göstərəcəm maraqlanan olarsa. Vəkil o müqavilələri və əsas gördüyü işi əsas götürüb qələbəni, əsas qələbədir. Muzd qələbədən sonra yaranır. Məhkəmə verə bilər və haqqını ala bilər. Bu yaxınlarda bir il bundan qabaq təqribən bir il 2 ay bundan qabaq yenidən belə bir söküntü işlərinə əlaqədar bir xanımın qohumları mənə müraciət etdilər. Bildilər ki, məndə bu işdə praktika var. Söküntü işlərində də ümumiyyətlə məndə praktika var. Yəni daha çox məbləğ almaq söhbəti ilə əlaqədar. Mənlə müqavilə bağladılar ki, və bu xanım evi sökülür və evə görə buna az miqdarda pul verirlər və biraz artırmaq lazımdır, sıxmaq lazımdır. Müqavilə bağladıq, mənə etibarnamə verdilər, mən işə başladım və öz praktikamdan istifadə edərək müxtəlif formada, müxtəlif qanuni üsullarla bir il 2 ay ərzində onlara verilən məbləği 2 qat artırdıq. Məhkəmə verməklə, qarşılıqlı iddialar verməklə, ekspertizə keçirməklə müxtəlif çox zəhmət çəkdik. Pul ancaq gözləyirdi ki, işin axırında xanım bizə 5% verəcək. Bəli, iş gəldi, çatdı həmən məbləğə. Bu xanım da bundan əvvəlki klientlər kimi günlərin bir günü mən hiss edirdim ki, bu xanım da artıq tamakarlıqdan qaçacaq və pulu bizə verməyəcək. Başımıza gələn məsələdir, cənab vəkillər, qulaq asın. Günlərin bir günü mənə siqnal gəldi ki, sizə verilmiş etibarnamə ləğv olunub. Zəng eləsəm gördüm telefonum da bağlıdır, bloklanıb. Bildim ki, xanıma artıq pul ödəyirlər. Pul ödəyirlər və o tamakarlıqdan bütün pulları özü götürmək istəyir və vəkilin nümayəndənin, vəkilin yuristin pulunu vermək istəmir. Bir il yarımlığı əməyinin yəni nəticəsi pul artıq yarım milyona yaxınlaşıbdır. Vermək istəmir, tamakarlıq edib hamısını mənimsəmək istəyir. İndi belə bir fakt var, biz o xanımı da məhkəmə vermək istəyirik. İnşallah bu da alınacaq, Allahın köməkliyi ilə. Hələ bu arada danışıqlar gedir. İnanmıram ki, bu xanımlar belə deməli necə deyirlər, risk eləyərlər, vicdansızlıq eləyib o pul verməzlər bizə. Çünki o pul həqiqətən böyük bir məbləğdir. O məbləği biz qaldırmışıq. O təcrübə əsasını qaldırmışıq. O təcrübə də bizdə var. Nəticə var, qətnamalar var cənab vəkillər. Biz elə belə vətəndaşdan pul istəmirik. Nəticəyə görə pul istəyirik. Vicdanlı vəkillər, vətəndaşlar çoxdur. Amma vicdansızlar da var. Hələ üstəlik bizi polisə də verirlər. Hədəliyirlər, şantaj da eləyirlər ki, sən o biri tərəfə keçdin, sən ona zəng elədin, sən nə bilim dələdüzsən, mələdüzsən. Bəli, indiyə kimi onlardan ki pul almışıq məhkəmə qaydasında, onlar da bizi şantaj etmək istəyirdilər. Onların da sənədləri bizdə var. Amma biz qalib gəldik. Çünki vətəndaş tamakardır. Xüsusən də işi məhkəmə düşən vətəndaş çox pul görəndə vəkili də unudur, qohumlarını da unudur. Bu dördüncü hadisə kimi sizə danışıram. Bu haqda geniş bir veriliş hazırlayacağım. Çox maraqlı məsələdir. Öz adlarını da çəkəcəm. Bunun əvvəlkilərin adlarını çəkdim. Çünki çox keçib müddət. Bunlar məndən inciməzlər. Bu barədə də ad çəkəcəm. Sağ olun.